bir uşağın ürəyində və qəlbində açılan yaranı hansısa həkim sağalda bilərmi? Bəs bu yaranın səbəbi sizsinizsə? Salam əziz izləyicilər, mən parapsixoloq Şahzadə İmanlı bugün hər bir valideyn üçün vacib və önəmli bir mövzunu danışacağım. Mövzumuz uşaqlarımızın psixologiyasına təsir edən ən ciddi valideyn səhvlərindən biri uşaqların yanında mübahisədir. Uşaqlar valideynlərin güzgüsüdür. Onlar valideynlərinin emosiyalarını, davranışlarını və mübahisələrini daha dərindən hiss edir. Valideynlərin mübahisə zamanı özünü nəzarət altına ala bilməməsi uşaqların psixoloji sağlamlığına ciddi təsir edir. Əksər valideynlər mübahisə zamanı uşaqlarının onların yanında olduğunu unudur və uşaqların yaşlarının kiçik olduğunu əsas gətirərək uşaqdır, anlamaz deyə düşünürlər. Halbuki uşaqlar hətta körpəlikdən etibarən valideynlərinin hər bir emosional reaksiyasını hiss edir. Öz dünyalarında şərh edərək travma ala bilirlər. Valideynlərin uşaqları yanında mübahisəni davam etdirməsi və yüksək tonla danışması. Bu vəziyyət uşaqlarda qorxu, gərginlik və emosional təzyiq yaradır. Uşaqların yanında aparılan mübahisələrin səbəbini onlara izah etməmək və bu mövzuda səssiz qalmaqdır. Uşaqlar məsələnin mahiyyətini anlamadıqda özlərini günahkar hiss edirlər və bu onların özünə güvənini zədələyir. Mübahisə sonrası uşaqların yanında barışmamaq və məsələnin həll edilməmiş şəkildə qalması. Bu hal uşaqlarda daimi qeyri-müəyyənlik, güvənsizlik və emosional boşluq hissini artırır. Uşaqların valideynlərindən gördükləri neqativ davranışları öz həyatlarında təkrarlanmasına səbəb olması. Valideynlərin davranışları uşaqlar üçün nümunə rolunu oynayır. Bu cür problemlərin qarşısını almaq üçün valideynlər deyəcəyim tövsiyələri nəzərə almalıdırlar. Valideynlər mübahisələri uşaqların olmadığı bir yerdə və zamanda etməlidirlər. Bu mümkün deyilsə, ən azından səs tonu aşağı salınmalı və aqressiv davranışlardan uzaq durulmalıdır. Əgər uşaqlar mübahisəyə şahid olubsa, valideynlər uşaqlarının yanında barışmalı və onlara vəziyyəti izah etməlidirlər. Valideynlər öz hisslərini idarə edə bilmək üçün mübahisə anında emosiyalarını nəzarət altında saxlamalıdırlar. Bu, uşaqlar üçün mükəmməl bir nümunə olacaqdır. Uşaqlara duyğularını ifadə etməyi və münaqişələri sülh yolu ilə həll etməyi öyrətmək lazımdır. Bu, uşaqlara gələcəkdə qarşılayacaqları problemləri həll etmək üçün bacarıqlar verəcəkdir. Uşaqlarınızın psixoloji sağlamlığı və xoşbəxtliyi sizin əlinizdədir. Onlara sağlam bir psixoloji mühit təqdim edin ki, onlar da gələcəkdə bu mühiti öz ailələrinə və ətraflarına əks etdirsinlər. Əgər bu mövzunu faydalı hesab etdinizsə, kanalımıza abunə olun, videonu bəyənin və paylaşaraq digər valideynlərə dəstək olun. Bir sonraki videoda görüşənədək özünüzə və uşaqlarınıza yaxşı baxın.